Sumqayıtda kişi meyidi tapılıb. Hadisə şəhərin 14-cü məhəlləsində avtobus dayanacağına bitişik köşkdə qeydə alınıb. Belə ki, 46 yaşlı Anar Abdurrahmanovun meyiti vətəndaşlar tərəfindən aşkarlanıb. Dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları və təcil yardım briqadaları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Hadisə saat 11-12 olardı, belə işə gəlirdim. Gəldim, elə çöldə gördüm ki, buranın qapısı açıqdı köşkün. Hadisə olardı bir 40-50 yaşında bir kişi idi. Yerdə gördüm ki, yəni uzaqlı şəkildə. Hadisə bir yarım saatdan sonra ilkin olaraq polis gəldi, təcili yardım gəldi, götürdülər.